Hər kəsə salam dostlar, 19-cu dərsimizə xoş gəlmisiniz. Əgər şahmatda təcrübəniz azdırsa və oyunlarınızı uduzursunuzsa, çox güman ki, açılış hissəsində nəyisə düzgün eləmirsiniz. Bildiyiniz kimi, şahmat oyunu ümumilikdə 3 əsas hissəyə bölünür. Açılış, oyun ortası və sonluq. Açılış şahmat oyununda ilk gedişlər mərhələsidir və bu mərhələdə düzgün oynasaz, oyunun ortasında və sonluğunda çox daha güclü vəziyyətdə olarsınız. Bu dərsimizdə şahmatda düzgün və güclü açılış etmək üçün bilməli olduğunuz vacib açılış prinsipləri haqqında danışacağıq. İndi isə gəlin çox uzatmadan ilk prinsip haqqında danışmağa başlayaq. Deməli dostlar, oyunun başlanğıc mərhələsində düzgün inkişaf etmək və mövqe üstünlüyü qazanmaq üçün bilməli olduğunuz ilk qayda mərkəz xanalarına piyadalarımızla nəzarət etməkdir. Əvvəlki dərslərdə də dediyim kimi, mərkəz xanaları bu qırmızı rənglə işarətlədiyim Y4, Y5 və D4, D5 xanalarıdır. Yəni ilk gediş olaraq siz Y4 və ya D4 kimi bir gediş eləməlisiniz. Yeni başlayanlara mən Y4 oynamağı məsləhət görürəm. Çünki bu gedişlə başlayan açılışlar bizi daha açıq və daha rəngli bir oyuna aparır. Bununla yanaşı biz Y4 oynadığımız zaman həm vəzirimizin, həm də filimizin yolunu açmış oluruq. Və dostlar, bunu da qeyd edeyim. Elə oyunçular var ki, onlar oyuna həmişə Y4 və ya D4 ilə başlamırlar. Və elə açılışlar da var ki, bu gedişlərlə başlamır. Bu tip açılışları biz gələcək dərslərdə öyrənəcəyik. Bu dərsdə isə biz şahmata yeni başlayanların və kifayət qədər təcrübəsi olmayanların daha yaxşı açılış edə bilməsi üçün lazım olan əsas prinsiplərdən danışırıq. Qısaca desək dostlar, açılış zamanı etməli olduğumuz ilk şey mərkəz xanalarına piyadamızla nəzarət etməkdir. İndi isə gəlin ikinci prinsip haqqında danışaq. Deməli dostlar, biz ilk mərhələdə piyadalarımızla mərkəz xanalarına nəzarət elədik. İkinci mərhələdə isə biz atlarımızı və fillərimizi oyuna çıxartmalıyıq, yəni inkişaf etdirməliyik. Baxın, gördüyünüz kimi əvvəlcə atlarımızı oyuna çıxarırıq və fikir verdinizsə, atlarımız mərkəz xanalarına nəzarət eləyir. Gördüyünüz kimi hamısı mərkəzdəki xanalara nəzarət eləyir. İndi siz deyə bilərsiniz ki, mən atımı F3 xanasından yox, H3 xanasından oyuna çıxartmaq istəyirəm. Baxın, belə olduğu halda at həm mərkəzi xanalara nəzarət eləmir, həm də ki, baxın, atımız H3 xanasında olduğu zaman bu qırmızı rənglə işarələnmiş xanalara nəzarət eləyə bilir. Gördüyünüz kimi 4 dənə xanaya nəzarət eləyə bilir. Amma atımızı F3 xanasına çıxartdığımız zaman bu dəfə atımız 8 dənə xanaya nəzarət eləyə bilir. Yəni belə çıxır ki, atımız kənar xətlərdə olduğu zaman gücünün yarısını itirmiş olur. İndi siz deyə bilərsiniz ki, mən atımı F3 xanasından yox, Y2 xanasından da oyuna çıxa bilirəm. Düzdür, siz atınızı Y2 xanasından oyuna çıxa bilərsiniz. Amma belə olduğu halda siz öz filinizin və vəzirinizin yolunu bağlamış olursunuz. Ona görə də atları həmişə F3 və C3 xanalarından oyuna çıxmaq daha məqsədə uyğundur. Və dostlar, atlardan sonra isə biz fillərimizi oyuna çıxaraq ikinci mərhələni tamamlamış oluruq. Gördüyünüz kimi bu mərhələdə öz atımızı və filimizi oyuna çıxaraq inkişaf etdirdik. İndi isə gəlin üçüncü prinsip haqqında danışaq. Bildiyiniz kimi şahmat oyununun məqsədi öz şahımızı qorumaq və rəqib şaha hücum edərək onu mat etməkdir. Şah fiquru açılış zamanı mərkəzdə zəifdir. Buna görə də biz atlarımızı və fillərimizi oyuna çıxdıqdan sonra qalaqurma gedişini etməliyik. Baxın, biz qalaqurma gedişi etdiyimiz zaman həm şahımızın təhlükəsizliyini təmin etmiş oluruq, həm də kənarda qalan topumuzu oyuna daxil etmiş oluruq. Və dostlar, biz qalaqurma gedişi etdikdən sonra isə inkişaf etdirmədiyimiz digər fiqurları inkişaf etdirməliyik. Baxın, gördüyünüz kimi biz burada vəzir fiqurumuzu inkişaf etdirməmişik, top fiqurumuzu inkişaf etdirməmişik. Buradakı top fiqurumuzu yenidən inkişaf etdirəcəyik. Mən yeni başlayanlara məsləhət görürəm ki, açılış zamanı qalaqurma etdikdən sonra vəzirlərini D2 və yaxud da Y2 xanalarından inkişaf etdirsinlər və daha sonra da öz toplarını mərkəz xanalarına nəzarət edəcək şəkildə D və Y xətlərinə yerləşdirsinlər. Və dostlar, hal-hazırda taxtada ağlarla gördüyünüz bu vəziyyət xəyali pozisiya adlanır. Xəyali pozisiya açılış zamanı qurmağa çalışdığınız ideal mövqeyə deyilir. Yəni siz oyuna başlayanda eynən burada olduğu kimi fiqurların mərkəzə nəzarət etdiyi, şahın təhlükəsiz olduğu və fiqurların aktiv mövqe tutduğu bir vəziyyət qurmağa çalışmalısınız. Və bunu da qeyd edeyim ki, bu xəyali pozisiyanı həmişə eynən buradakı kimi qurmaq məcburiyyətində deyilsiniz.
biz dedik ki, 3-cü prinsip bundan ibarətdir ki, mümkün olduğu qədər tez qalaqurma gedişi etməliyik. Yəni siz sırf qısa qalaqurma gedişi etmək zorunda deyilsiniz. Siz uzun qalaqurma gedişi də edə bilərsiniz. Və yaxud da siz filinizi sırf C4 xanasından inkişaf etdirməli deyilsiniz. Məsələn, istəsəz filinizi C5 xanasından da inkişaf etdirə bilərsiniz. Yəni dostlar, xəyali pozisiya konkret bir vəziyyət deyil. Oyunçunun yolunu müəyyən edən strateji bir məqsəddir. İndi isə gəlin açılış zamanı edilən səhvlərdən danışaq. Deməli dostlar, açılış zamanı edilən səhvlərdən biri də eyni fiqurla dəfələrlə oynamaqdır. Şahmatda açılışın əsas məqsədi fiqurlarımızı tez və effektiv şəkildə oyuna çıxmaqdır. Biz açılış zamanı eyni fiqurla dəfələrlə oynadığımız zaman bu həm zaman itkisinə səbəb olur, həm inkişaf üstünlüyünü rəqibə verir, həm də siz oyun ortasında daha zəif mövqedə olmuş olursunuz. Baxın, bu nümunədə deyək ki, gediş qaralardadır və qaralar at F6 oynayaraq bizim müdafiəsiz piyadamıza hücum edir. Daha sonra biz də at C3 oynayaraq həmin müdafiəsiz piyadamızı qorumuş oluruq. Və növbəti gedişdə rəqib oynadığı at fiquru ilə yenidən bir gediş eləyir. Biz inkişafımıza qalaqurma gedişi ilə davam edirik və rəqib daha sonra görür ki, bu gediş həm onun filinin, həm də vəzirinin yolunu bağlayır və atını əvvəlki yerinə geri qaytarır. Biz piyadamızı D3 xanasına gələrək həm mərkəz piyadamızı dəstəkləmiş oluruq, həm də filimizin yolunu açmış oluruq. Və növbəti gedişdə isə rəqib filini C5 xanasına gələrək inkişaf etdirir. Və dostlar, nəticədə taxtaya diqqətlə baxdığımız zaman görürük ki, ağlar öz atlarını inkişaf etdirib, öz filini inkişaf etdirib, öz piyadalarını inkişaf etdirib, öz filinin yolunu açıb, qısa qalaqurma gedişi eləyərək şahını təhlükəsiz vəziyyətə gətirib və kənarda qalan topunu oyuna daxil edib. Amma qaraların etdiyi inkişaf gedişlərini saydığımız zaman görürük ki, qaralar sadəcə öz atlarını inkişaf eləyə bilib, öz filini inkişaf etdirib və öz piyadasını inkişaf etdirib. Və dostlar, gördüyünüz kimi açılış zamanı qaralar eyni fiqurla dəfələrlə oynadığı üçün inkişaf cəhətdən geridə qalmış oldu. Deməli dostlar, açılış zamanı edilən səhvlərdən digəri isə vəziri oyuna tez çıxmaq və vəzirlə erkən hücum etməkdir. Biz vəzirimizi oyuna tez çıxardığımız zaman rəqib daha az dəyərli fiqurları ilə bizim vəzirimizi hədəf alacaq və biz vəzirimizi qaçaraq həm vaxt itirmiş olacağıq, həm də inkişafda geri qalmış olacağıq. Baxın, bu nümunədə gediş ağlardadır və gördüyünüz kimi ağların hələ inkişaf etməyən atları və fili var. Amma burada rəqib at və fillərini inkişaf etdirmək yerinə vəziri ilə erkən hücum edir və vəzirini F7 xanasına gələrək rəqibi mat etmək istəyir. Bu vəziyyətdə isə rəqib J6 oynayaraq gördüyünüz kimi daha az dəyərli bir fiqurla bizim daha dəyərli fiqurumuza hücum etmiş olur. Və biz vəzirimizi itirməmək üçün J4 xanasını oynayırıq. Daha sonra rəqib həm öz atını inkişaf etdirir, həm də bizim vəzirimizə hücum eləyir. Biz vəzirimizi F3 xanasını oynayırıq. Daha sonra rəqib öz atı ilə yenidən bizim vəzirimizə hücum edərək vaxt qazanmış olur. Biz vəzirimizi D1 xanasına qaçaraq həm də C2-dəki müdafiəsiz piyadanı qorumuş oluruq. Və növbəti gedişdə isə rəqib öz filini inkişaf etdirir. Baxın, gedişləri saydığımız zaman görürük ki, biz ağlarla sadəcə öz piyadamızı və filimizi inkişaf etdirə bildik. Amma qaraların etdiyi gedişləri saydığımız zaman görürük ki, qaralar həm öz atlarını, həm filini, həm də piyadasını inkişaf etdirib. Bununla da yanaşı qaralar növbəti gedişdə qısa qalaqurma gedişi eləyərək öz şahını təhlükəsiz bir xanaya yerləşdirmiş olacaq. Gördüyünüz kimi dostlar, ağlar açılışda vəziri oyuna tez çıxardığı üçün həm vaxt itirmiş oldu, həm də inkişafda geri qalmış oldu. Deməli dostlar, 19-cu dərsimiz bu qədər idi. Ümid edirəm ki, hamınız üçün faydalı oldu. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti dərslərdə görüşənədək hamınıza uğurlar.